Herkese salam, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlerle beraber 24 saat boyunca her şey mavi videosu çekirik. Bu videonu yorumlarda bir neçə takipçim məndən istemişti ve ben de onları kırmak istemedim. Bugünün planında mavi renkli erzaklarla milkshake hazırlamak, saçımızı mavi renge boyamak ve en esası da mavi renkte buzlu soyuq suya girmek var. İlk olarak evimizin kiçik turunu elətdirmək istəyirəm sizə. Çünki bu evi xüsusi olarak sırf bu video için hazırlamışam ve evin her yeri masmavidir. Buna göre de bu evi sizə tanıtmaq istəyirəm dediyim kimi. Girişimizdə gördüyünüz kimi mavi renk bir yer qarşılayır bizim. Burada belə balıqlı bir aksesuarımız var. Çox detaylara girmək istəmirəm. Oturma otağı hissəsində isə gördüyünüz kimi belə kiçik bir oturma hissəsi hazırlamışam diyeyim. Balaca koltuğumuz var, yastığımız, yine mavi renkli eşyalarımız. Evin birçok yerində görəcəyimiz bu mavi ışıqlardan var. Üst hissədə tablomuz, mavi renkli kitap ve dəftərlərimiz var. Yan tərəfdə də mənim nurlu üzümün şəkli var. Burada gördüyünüz kimi yenə hər yerdə axtarıb zorla tapdığım mavi renk işıqlı stolumuz var ve üstünde de böyle farklı aksesuarlarımız var. Üst tarafta böyle mavi renk bir ballı ışığımız var. Bu da yine çok güzel bir dekordu. Bunu da beğendim. Yan tarafta mavi aksesuarlığın azlığını simgeleyen bu alışveriş poşetlerimiz... Yan tarafta bu mavi renkli aksesuarların azlığını simgeleyen mavi paketlerimiz var. Bunu da yine aksesuar olsun diye koydum. Çünkü mavi renkli eşya tapa bilmedim. Ve tabii ki de oturma alanımızın en son hissesinde de videolarımızın vazgeçilmezi olan ASMR yemek stolumuz var. Mikrofonumuz ve kameramız da gördüğünüz gibi hazırdı. Çünkü bir videoda yemek yiyirikse o yemek ASMR'sız olmaz. Gece yatak otağına. Yatak otağının girişinde de yine gördüğünüz gibi paketler var. Çünkü yine aksesuar tapmadım ve mavi paketleri çok şirin olduğunu düşündüğüme göre bunlar koydum. Üst tarafta böyle şirin cinnamon roll'du. Səhv eləmirəmsə bunun adı. O şekilde bir çizgi film karakterli posterimiz var. Bunun en içinden bu şekilde yatak otağının içinde de var. Yer yatağımız var. Çünkü mavi renkte tam olarak mavi bir yatak tapmadım ve en mavi gözüme gelen yatak buydu. Yerde yine mavi bir kalçamız var. Yan tarafta mavi bir çiçeğimiz var. Bitkimiz, heykelimiz, bugünün kombinleri olan 2 star parçamız var. Üstte de ışığımız var. Yatak otağımız da bu şekildeydi. Çok detaya girmirəm çünkü videonun sırf ev turu olmasını istemiyorum. Burada yine böyle balaca bir kuş heykelimiz var. Çok balacadır. Üst hissede böyle posterimiz var ve bu şekildeydi burada. Burada görmüş olduğunuz gibi mətbəx hissəsidir. Videomuzun en eğlenceli hissələrini keçirəcəyimiz hisselerden biridir. Neyse gördüğünüz gibi mətbəxdə də yine mavi eşyalardan istifadə eləmişəm. Yer, divarlar mavi renkdədir. Burada milkshake hazırlayacağımız ərzaqların hamısını yerləşdirmişəm öncədən hazırlayıb. Çünki videoda bunları rahat-rahat istifadə edə bilək deyə. Burada da dolabımız var və tabii ki boşdur. Çünki bu dolabın içini hələ doldurmamışıq. Birlikte gedib market alışveriş edib bu dolabı da doldururuq. Burada isə belə mavi çiçəkli dekorlarımız var. Üst hissədə belə mavi bir işığımız var və burada belə bir paltar var. Əslində bura mavi aşpaz paltarı qoymaq istəyirdim. Amma mavi aşpaz paltarı təəssüf ki yox idi. Və mən də aşpaz paltarı olmadan rola girə bilmirəm. Ona görə də belə bir xəstəxana həkim paltarı qoydum ki, mavi rəngdədir və yenə bir insan paltarı olduğuna görə məncə aşpaz paltarı vibe'ını da verir yəni. Ona görə bunu geyinirik bugün. Neyse, davam edək. Və evimizin sonuncu hissəsi, sonuncu otağı isə hamam otağıdır. Burada gördüyünüz kimi yenə hər şeyimiz masmavidir. Bütün əşyalarımız, bütün hər şeyimiz masmavidir. Burada videonun anlam və önəmi var. Bu görmüş olduğumuz şey buzlu soyuq su küvetidir ve biz bu küvete girəcəyik bugün. Çünkü mən mavi renk dedikdə ağlıma gələn ilk şey buzdu, ikincisi də sudur. İkisini qarışdırdım. Nə oldu? Buzlu su. Bəli, bu dərin fikirlərimi önəmsədiyiniz üçün çox təşəkkür edirəm. Çünki həqiqətən çox önəmli bir fikir idi. En sonunda da burada belə kiçik bir balkonumuz var. Yine her şey mavi renkdədir. Ve belə ev turumuz demək olar ki bitti. Daha sonrasında eləməli olduğumuz planın ikinci hissəsinə keçirik. Və indi gedib saçımızı boyadırıq. 3, 2, 1. Salam. Salam. Hansı prosedur üçün gəlmişdiniz? Mən saçımı mavi rəngə boyatmaq istəyirəm. Tamam. Hansı tonlarda istəyirsiniz təxminən ya da şəkliniz var? Deməli, mən başa salmışsam. Benim istediğim mavi ton olacak. Aslında ton değil ama çok kirli ton olmasın. Saçımı çok ağartmak istemem ama çok kirli renkte olsun istemem. Saçımı mavi boyama yani mavi boyam buranda. Elimdeki saçımı kırılmasın. Boyamama hani saçımı ağartmasın. Yani bir başı boyasız çok var. Evet, kullanmak istiyorum. 1 hour later. Yəni qısacası saçım mavi olsun istəyirəm. Bəli, anladım. Buyurun, keçin əyləşin. Geldim. Hazırsınız. Rengimi gösteririm. Hazırsınızsa 3, 2, 1. Ya, çok güzel oldu bence. Hakikaten çok beğendim. İndi ise videomuzun sıradaki hissesine çok gönül rahatlığından geçebiliriz. Çünkü artık tamamıyla masmavi bir insanız. Videomuzun sıradaki hissesinde ise mavi erzaklardan milkshake hazırlayırıq. Gördüğünüz gibi mətbəxə geldim. İlk olarak kameramı yerleştirmek istiyorum. Əla. İndi isə gəlin sırayla milkshake'imizi hazırlayaq.
İlk olaraq bu qazlı suyu əlavə edirəm. Qablaşdırılması mavi rəngdədir. Ümid edirəm ki, içindən də mavi rəngdə bir su çıxar. İçindəki də mavi rəngdəymiş. Davam edirik. Davamında belə mavi qablaşdırılmalı bir süd əlavə edirəm. Təbii ki, süd mavi rəngdə deyil, amma ki, qablaşdırması mavi rəngdə olduğuna görə düşünürəm ki, bu da sayılır. Çünki hər şeyin mavi rəngdə olduğu ərzaqları tapmaq çox çətindir. Sütümüzü də əlavə elədik. Yəni inşallah zəhərlənmərəm, çünki keçən videomuz da xəstəxanada bitmişdi. Bu videomuzun elə olmamasını ümid edirəm. Sıradakı bunu əlavə edirəm. Bu da mavi rəngdədir. Və bir də son olaraq bunu əlavə edirəm. İndi isə gəlin qatı ərzaqlara keçək. Təbii ki də mavi rəng deyəndə yaban mərsini olmadan olmazdı. Ona görə yaban mərsinlərimi atıram. Sıradakı ərzağımız görmüş olduğunuz şokoladdır. Daha doğrusu şokolad yağıdır. Bu əslində yenə mavi rəng deyil təbii ki, amma ki qablaşdırılmasına görə bunu da əlavə edə bilərəm deyə düşünürəm. Əslində rəngi biraz dəyişdi, amma olsun. Məncə yəni həqiqətən şu anda çox okeydir yəni. Bunları əlavə edəndən sonra rəngimiz biraz dəyişdi əslində. Amma yəni rənginin belə olacağını düşünürdüm onsuz, çünki içindəki hər şey tam olaraq mavi rəngdə deyil. Sonuncu olaraq da bunu əlavə edirəm. Bu nədir deyə soruşa bilərsiniz təbii olaraq. Bu dondurularaq qurutulmuş zeytundur. Təbii ki də çox məntiqli deyil. Amma biz də təbii ki də masmavi bir evdə masmavi saçlarla, masmavi ərzaqlarla milkshake hazırlayırıqsa, məntiq axtarmırıq deməli. Ona görə bu da getdi. Gördüyünüz kimi hazırdır. İndi isə gəlin stəkanımıza dolduraq. Gördüyünüz kimi milkshake'imiz hazırdır. Gəlin dadına baxaq. 3, 2, 1. Dadı təbii ki də çox gözəldir. Yəni içində qurutulmuş zeytun. Dadı çox gözəldir təbii ki də. İndi isə gəlin bir dəqiqəlik fasilə verək. A few moments later. One hour later. Bir dəqiqəlik fasiləmizdən geri döndük. Gördüyünüz kimi çox yaxşıyam. Milkshake'imin dadı da çox gözəl idi. Həqiqətən çox bəyəndim. Yəni ömrümdə içdiyim ən yaxşı milkshake'lərdən biri idi. İndi isə axşam yeməyi üçün gedib birlikdə mavi rəng alış-veriş eləyirik. Amma öncəsində bugünün star parçası olan mavi kombinimi eləməliyəm. Hazıram. Getdik. Marketimizə gəldik. Bugünün menüsunda mavi rəngi olan hər şey var. Çünki mavi rəngi olan çox az şey var. Danışdı yenə fəlsəfə adam. Girişdə təbii ki də bizi bu atışdırmalıq abur-cubur jelibonları dolabı qarşılayır. Amma mən buradan demək olar ki, çox bir şey ala bilməyəcəm. Çünki burada gördüyünüz olduğunuz heç bir şeyin içində demək olar mavi yoxdur. Ona görə buradan çox üzülərək uzaqlaşıram. Gidiyorum ben. Gidiyorum ben şimdi. İkinci mərtəbəyə gəldik. Son olaraq da bu krakeri əlavə eləyib alış-verişimi bitirirəm. Evdə görüşərik. Evə gəldim. İndi isə ilk olaraq aldıqlarımı yerləşdirəcəm, mətbəx səliqəyə salacağam və sonra da yeməyimizi bişiririk. A few moments later. Gəldim. İndi isə gəlin hazırlamağa başlayaq.
Gördüğünüz kimi hazıram. İndi isə yemək yeməyə keçə bilərik. Bütün yeməklərimizi hazırladım. Və bu arada indi yeməklərimizi yenə ASMR şəklində yeyirik. Çünki bu bizim yemək yemək üsulumuzdur. Artıq yeməyimizi bitirdiyimizə və bütün işlərimizi həll etdiyimizə görə bu videonun anlam və önəmlərindən birinə keçirik və soyuq, buzlu küvetə giririk. Bunu internetdə oxuduğuma görə milyarderlər eləyirmiş. Düşüncələrimə görə məntiqən bunları elədikdən sonra məndə də bir gelişmə olmalıdır. Yəni inşallah bunun da sonu xəstəxanada bitməz. Çünki videolarımın belə bir lənəti var, qıra bilmirəm. Amma nəysə, biz yenə də yaxşını düşünək və ona görə ilk olaraq hazırlanıb gəlirəm. Hazıram şu an, çox həyecanlıyam. Kameramı da tripoda qoydum. Şu an hər şey hazırdır. Və 3-2-1 dediyimdə girəcəm. Hazırsınız? 3 2 1 Bəli, videomuzun burada sonuna gəlirik. Çünki deyəsəm mən yenə xəstəxanalı oldum. Bəli, bir videomuzun da sonuna gəldik. Gördüyünüz kimi burada çox xoşbəxtəm, yəni həqiqətən və milyarderlərin elədiyi qədər var imiş. Yəni tövsiyə eləyirəm. Bəli. Çox gözəl bir video idi həqiqətən. Bu videonu tövsiyə edən takipçilərimə təşəkkür edirəm. Həqiqətən çox əyləncəli idi. Və bəzi videolarım, bəzi takipçilərim videoda adlarını çəkməyimi istəmişdi. Əslində bu şəkildə İstəməmişdilər məncə, amma nəysə, Ayan və Melisaya yorum yazdıqları və dəstək olduqları üçün çox təşəkkürlər. Biraz da qalsam deyəsəm mən həqiqi mənada xəstəxanalı olacağam. Ona görə də burada da videomuzun sonuna gəlirik. Kanalıma like atıb abunə olmağı unutmayın. Bye bye.